Loqaritma 7 əsasdan x üstəgəl 2-də 1 bərabərdir. 1 bölünsün loqaritma 9 bölü x kvadrat 49 tənliyini həll edin. Birinci yazarım loqaritma 7 əsasdan x üstəgəlsin 2-də 1 bərabərdir. Bu ifadənin tərsini tapıram. Loqaritma 49 əsasdan 9 bölünsün x kvadrat. Hər tərəfi kökə salıram. 49-dan kök alanda 7 qalır. 9-dan kök alanda 3 qalır. X-dan kök alanda modulda x qalır. Bərabərdir. Loqaritma 7 əsasdan x üstəgəlsin 2-də 1-ə. Loqaritma 7 əsasları atıram. X üstəgəl 2-də 1 bərabərdir. 3 bölünsün modulda x-a. Modulda x. X üstəgəl 2-də 1 əvvəlcə ortaq məxrəci gətirir. Hər tərəfi 2-yə vursam olacaq 2x üstəgəl 1 bölünsün 2. Bərabərdir 3 bölünsün modulda x. X-a şərt qoyacağım. Birinci, əgər x böyükdür 0 olarsa moduldan olduğu kimi çıxar və belə qalır. 2x üstəgəl 1 bölünsün 2 bərabərdir 3 bölünsün modulda x-a müsbət x çıxır. Çarpaz vuracağım. Olacaq 2x kvadrat üstəgəlsin x bərabərdir 2-ni 3-ə vuram 6-ya. 2x kvadrat üstəgəl x çıx 6 bərabərdir 0-a. Diskriminant taparam əvvəlcə. Diskriminant bərabərdir. Deməli, olacaq 1 çıxılsın 4 vur 2 vurulsun mənfi 6 bərabərdir. 1 üstəgəlsin 48, o da bərabərdir 49. Kökləri x1 bərabərdir. Mənfi b, yəni mənfi 1 üstəgəlsin 49-dan 7 çıxır. Böl 2 vur 2. 6 böl 4 eləyir. O da ixtisar gedir 3 böl 2 və 1 onda 5. x2 bərabərdir. Mənfi 1 çıx 7 bölünsün 4 bərabərdir. Mənfi olduğu üçün bunu götürməyəcəm. Mənfi 2 olacaq kənar kök. Çünki x-a mənfi verə bilmərik. Mənfi 2 qoyanda loqaritma altına mənfi düşə bilməz. Həm də biz demişik ki, x müsbət olmalıdır. Bu şərt daxilində ikinci şərt qoyacağım. X bu dəfə yəni aşağıda yazaq. X kiçikdir 0 olmalıdır. Bu zaman 2x üstəgəl 1 bölünsün 2 ifadəsi olduğu kimi qalır. Bərabərdir. Moduldan isə mənfi x çıxacaq. Çarpaz vuracağım. Mənfi 2x kvadratı çıx x bərabərdir 6-ya. Keçirəm bir tərəfi mənfi 2x kvadrat çıx x çıx 6 bərabər 0-a. Diskriminant bərabərdir mənfi 1-in kvadrat çıxılsın 4 vurulsun mənfi 2 vurulsun mənfi 6 bərabərdir mənfi 47 alınır. Kiçik 0 olduğu üçün boş çoxluq olacaq. Cavab olacaq 1,5.